Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə mərkəzdə, tam mərkəzin göbəyində dostlar. Mərkəzdən evin arası 50 metr. Sizin üçün 1.8'də 5 otaq paket kupçalı evin çəkilişinə gəlmişik. Değerli dostlarımız, sizdən xahişim videomuzu sonacan izləyin ki, tam ətraflı məlumatı sizin üçün verim. İnşallah keçən indi sizi evin yolundan tanış edəcəm. Ondan sonra da jalüzlü kapısıdır değerli dostlar, gördüğünüz gibi. Girişi ayrı da var. Değerli dostlar, gördüğünüz gibi Kartal Market'in tam yanındadır. Yani merkezin göbeğindedir. İnşaat yanındadır. Bazar yanındadır. 149 nömrə məktəbə yaxındır. Evin qiyməti videonun sonunda deyiləcək. İndi inşallah keçən evin özünə də tanış edib, ondan sonra tam ətraflı məlumatı sizin üçün verəcəm. Buyurun dostlar. Gördüğünüz kimi dostlar, kamerasından kimi hər bir şey var. Evimiz paket kupçadır, ipotekaya yararlıdır. Gazı, ışığı, suyu daimdir. Evin ilk olarak buradan yan tarafından tanış edeceğim. Evimizin her bir şey keyfiyyətlə dostlar. Yani çölə qoyulsa da belə hər bir şey keyfiyyətli. Firma yani iş qoyulu görülübdür. Bura həyətindəki ayaq yolusudur, kombimizdir. İstipon sistemi burada yığılıbdır. Motor hidrofona da baxa bilərsiniz. Yani şirkətin özünə də baxa bilərsiniz. Yani bahalı işler görünüb dostlar. Yani elə belə iş görülmübdür. Yani həyatını tam etmək kimi bahalıdır daşları. Evimizin ön görünüşünü sizin üçün göstərim. Burada bizim evin yan tərəfidir. Değerli dostlar, keçirik indi evin içinə sizi tanış edeyim. Daxil oluruq evin içərisinə. Evimiz koridor proyektidir. Girişdə istipoldur. Burada sağ tərəfdə bizim mətbəximizdir değerli izləyicilərimiz. Mətbəximiz qəşəng genişdir. Həqiqətən də patoloku da hündürdür. 1 ilə 2'nin arası beton monolitdir değerli dostlar. Beton monolit. Burada bizim sağ tərəfdə böyle bir koridorumuzdur. Sanitar və sanuz evimiz də ayrı-ayrılıqdadır. Gördüğünüz kimi göstərə bilərəm. Qəşəng. Kabine kimi yığılıbdır. Kabinamız da qəşəng belə açılır. Aksesuarlarının kimi hər bir şey yığılıbdır. Değerli dostlarımız, asma tavandır. Yerimiz de istipoldur. Əlavə olarak da yine de belə qoyulub ki, yəni dəsmalca asmaq üçün. Ayaq yolumuz da ki ayrılıqdadır. Bəli dostlar. Yəni də əlavə olaraq da əl yuma yeri qoyulubdur. Aşağı mərtəbədə bir mətbəxdir, bir qonaq otağıdır. Yuxarıda 4 yataq otağıdır. Değerli dostlar, gördüğünüz gibi bu bizim qonaq otağımızdır. Bir şey geniştir. Həqiqətən də çox gözəl evdir, sərgəli evdir, keyfiyyətlə dikilmiş evdir. Ömürlük garantisi olan evdir dostlar. Bu da bizim pilləkənimizdir. Betondur, bir növrəsi də betondur, kəmərli kimi hər bir şey necə lazımdır. Bu da yukarı mərtəbənin koridorudur. Bu da betondur. Değerli dostlar, yukarı mərtəbədə bir yataq otağı. Bu bizim ikinci yataq otağımız. Burada bizim üçüncü yataq otağımız. Burada bizim sanitar ve sanuz evimizdir. Aksesuarlar her bir şey yerinde. Ve üçüncü deski uşaq otağı dostlar. Evimiz həqiqətən də gözəl evdir, keyfiyyətlə dikilmiş evdir. Burada bizim balkonumuzdur. Burada koridorda istipoldur. Otaqlarımız ama radyatordur dostlar. Gördüğünüz gibi yataq otaqları radyatorla təşkil olunubdur. Değerli dostlar, bu gözəl evimizin qiyməti 225 bin manata deyilir. Paket kupçadır. Torpağın da evinde kupçası olan evdir.
ipoteka yararlıdır. İnşallah gəldizə real alıcı ilə danışıb razılaşma olur. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.